uğurlar diləyirəm. Nə yaxşı ki, bizim şagirdlərimiz olmuşsunuz. Nə yaxşı ki, sizə dərs demişəm. Nə yaxşı ki, sizi tanımışam. Sizə uğurlar diləyirəm. Həyatda heç büdürəməyəsiniz. Həyatın ən gözəl yolu, ən düz yolu nə var, ondan gedəsiniz. İlahidən bir arzum var. Sizin sizə arzu etdiyiniz arzunun milyon qatını sizə arzu edirəm. Xoşbəxt olun, həyat yolunda büdürəməyin, valideynlərinizin üzünü ağ edin, məktəbinizin üzünü ağ edin. Ürəyiniz nə istəyirsə, gözəl şeylər əlbəttə, ürəyiniz nə istəyirsə ona nail olun. Öpürəm sizi, uğurlar diləyirəm sizə. Siz bunların müəllimi olmasaydınız, bunlar da belə bizim sevimlimiz olmazdı. Məktəbdə həm 9-da, həm 11-ci sinifdə belə 4 gözlə gözlədiyimiz siniflər bilirsiniz ki, Günel müəllimənin buraxılışları olur. Amma Arzu müəllimə də onu təsdiq elədi ki, ondan aldığı uşaqları elə büsbütün Günel müəllimə kimi yola sala bilir. Öpürəm hər birinizi qızlar, sizi də öpürəm. Uğurlar diləyirəm uşaqlar hər birinizə. Çox sağ olun. Öpürəm hər birinizi uşaqlar. Sağ olun. Mən də, yəni ki, bugünkü gün münasibətilə hər birinizi təbrik edirəm. Mən sizə məzunlar demirəm, mən sizə övladlarım deyirəm. Çünki övladım qədər hər biriniz mənə əzizsiniz, hər biriniz mənə doğmasınız. Yəni sizdən ayrılmaq da çətindir. Bundan sonra zənglər də gəlməyəcəksə ki, durun tez gəlin məktəbə gecikirsiniz. Amma bilin ki, yəni ki, həmişə, yəni ki, qəlbimdə olacaqsınız. Necə ki, bax, səmimi, dürüst, mehriban, müəllimlərini sevən şagirdlər olmuşsunuz ha. İnşallah bundan sonra da həmin qaydada, yəni ki, davam edəsiniz. Biz sizdən ayrılsaq da, ali məktəbə getsəz də, yeni dostlar əldə etsəz də, buradakı dostlarınızı yaddan çıxartmırsınız. Yəni, həmişə sizin qəlbinizdə olur. Bilin ki, mənim qəlbimdə də hər birinizin yeri var. Mən daim sizi burada gözləyəcəyəm. Daima. Yəni, mənim gözüm həmişə qapıda olacaq ki, görün mənim şagirdlərim məni gəlib görür, yoxsa görmür. Yaddan çıxardıblar, yoxsa yox. Mən Günel müəlliməyə də təşəkkür edirəm. Çünki 1-ci sinifdən 4-cü sinifə qədər Günel müəllimə sizin sinif rəhbəriniz olub. Təməlli gözəl qoyub. Həmin qaydada da 5-ci sinifdə Günel müəllimə mənə təhvil verdikdən sonra sizin qaydada mən də onları davam elətdirmişəm. İstəməmişəm ki, onların yəni ki, adlarına bir xələl gəlsin. Necə siz, mən də həmin qaydada. Həyəcanlıyam, amma bəli, o qaydada davam etmişik. Ona görə də bax, indi nəticəni əldə eləmişik. 11-də də necə 9-da Venera müəllimə dediyi kimi, 11-də də gözəl nəticələr əldə etmişsiniz. İnşallah ki, sinifimizin hər biri ali məktəbə qəbul olacaq. Biz də sizə baxıb sevinəcəyik. Hər birinizi ayrı-ayrılıqda öpürəm, qucaqlayıb bağrıma basıram. Uşaqlar, bilirsiniz ki, sizin yeriniz mənim ürəyimdə tam başqadır. Çünki sizinlə ilk mənim övladım da 1-ci sinifə başlayıbdı. Sizin o kövrək addımlarınızla birlikdə mən də o addımları atmışam. Ona görə sizin sinif mənim üçün qeyri-adidir. Sizinlə çünki bütün o sevinci, kədəri, hər bir şeyi birlikdə yaşamışıq. Sizi çox istəyirəm. Sizə anca həyatda uğur arzulayıram. Arzulayıram ki, yolunuzda daim yaşıl işıq yansın. Düzdür, o qırmızı işıq da yanacaq, amma o qırmızı işığı elə addımlayasınız ki, o yaşıl işıq hər zaman sizi anca uğura aparsın. Sizi çox istəyirəm, uğur sizinlə olsun. İnanıram ki, hamı tələbə adını qazanacaq, biz də sizə baxıb sevinəcəyik. Arzu müəllimə demişkən, çünki bilirsiniz ki, 5-ci sinifdə sinif rəhbərləri aparmaq 11-ə qədər biraz çox məsuliyyətli işdir. O məsuliyyətli işi Arzu müəllimə çox gözəl yerinə yetirdi ki, bugün siz belə tərbiyəli, ağıllı, yəni bizim verdiyimizin davamçısı olaraq Arzu müəllimə yetişdirdiyinə görə təşəkkür edirəm. Sizi çox istəyirəm, hamınızı öpürəm.
Bir də uşaqlar, qalxmayaq elə. Xədicənin, bir də Zöhrə və Rəşadın hər birimizə kiçik hədiyyəsi var. Şirinlər gətiriblər sizin üçün. Yəni biz də Xədicə utanır, amma istəyirsən özün gətirib paylayına. Gəl götürüb paylayına. Yaxşı, onda mən özüm paylayım. Hörmətli məktəb rəhbərliyi, mötəbər qonaqlar, əziz müəllimlər və bugünün əsas qəhrəmanları olan məzunlarımız. Bugün məktəbimizdə son zəng tədbiridir. Və sizləri məktəb həyatının ən unudulmaz günlərindən hesab olunan son zəng tədbirindən salamlayıram. Və gürültülü alqışlarınızla 11-ci sinif məzunlarımızı meydana dəvət edirəm. Öz enerjisi ilə hər daim seçilən 11A sinifi. Aman Allah, nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzula alışırdıq
qayğısız günləri. Buyurun 11 Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Bugün karşımızda yalnız mezunlar yok. Artık geleceğin peşi sahipleri de var. Bu dünyanın Öz yolunu müəyyən etmiş, məqsədinə doğru inamla addımlayan, peşə təmayüllü 11 B sinifini alqışlarınızla meydana dəvət edir. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, tale yazan pozulmayan yazıdan. Bir hekayə yazıblar. Dünya hələ bizim üçün Xatirələrlə zəngin, nağıldır. böyük arzular və parlaq gələcəklə dolu. Bu hekayənin qəhrəmanları 11 C sinifi alqışlarınızla meydana dəvət edir. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu Qarşınızda günləri. Məktəb yolu uğurla başa vuran, Ömrümün zəhmətin, ən şirin nizam-intizamın nümunəsi olan bir kollektiv 11 D sinifini alqışlarınızla meydana dəvət edirəm. Buyurun 11 D sinifi. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Azərbaycan Respublikasının dövlət himni səslənir.
Vətənin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. İndi isə vətənin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını düşmən gülləsinə sipər etmiş, məktəbimizin məzun şəhidlərinin xatirəs abidəsini böyük qürur və ehtiram hissi ilə yad edirik. Təhsilə göstərilən qayğı və savadlı, vətənpərvər gəncliyin yetişdirilməsi. Bu sahədə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət, xüsusilə ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev hər zaman təhsili dövlətin, gələcəyin, xalqın tərəqqisinin əsas dayağı kimi qiymətləndirib. Onun məşhur fikirlərindən biri bugün hələ də öz aktuallığını qoruyub saxlayır. Təhsil millətin gələcəyidir. Bu siyasəti bugün də cənab prezident İlham Əliyev uğurla davam etdirir. Son illərdə ölkəmizdə yüzlərlə yeni məktəb binası tikilmiş, mövcud məktəblər əsaslı şəkildə təmir olunmuş, müasir texnologiyalarla təchiz edilmişdir. Təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gəncliyi artıq beynəlxalq arenada öz sözünü deyən, bilikli və rəqabət qabiliyyətli bir nəslə çevrilib. Unutmayaq, təhsil yalnız bilik əldə etmək deyil, həm də şəxsiyyət formalaşdırmaqdır. Əziz gənclər, sizlər bugün dövlətin diqqət və qayğısı ilə əhatə olunmusunuz. Qarşınızda geniş imkanlar açılıb.
Bu imkanlardan düzgün istifadə etmək, öyrənmək sizin vəzifənizdir. Unutmayaq ki, hər birinizin uğuru elə Azərbaycanın uğurudur. İndi isə son zəng tədbirimizin açılışı münasibəti ilə mən sözü məktəbimizin direktoru Təhmasib müəllimə vermək istəyirəm. Buyurun Təhmasib müəllim. Əziz şagirdlər, hörmətli qonaqlar, dəyərli valideynlər, dəyərli qazilərimiz və öz həyatını bizimlə birlikdə keçirdən məktəb partiyaları arasında olan məzunlarımız. İlk öncə hər birinizi salamlayıram. Sizi bugün münasibəti ilə və qarşıdan gələn Qurtuluş günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bu son zəng sizin həyatınızın son zəngi yox, yeni həyata qədəm qoyduğunuz bir gündür. Siz müstəqil, qüdrətli, bütöv bir Azərbaycanın övladlarısınız və unutmayın ki, sizi gələcəkdə yeni uğurlar gözləyir və bizim Azərbaycanda əcdadlarımızın ruhu, şəhidlərimizin ruhu, qəhrəmanlarımızın, mərd igid qəhrəmanlarımızın igidliyi və xalqımızın rifahı durur. Və vətənimiz sizi yalnız yüksək nailiyyətlərlə gözləyir. Təhsilimiz yeni uğurlar əldə edirik və siz gənclər də yeni nailiyyətlər əldə edirsiniz. Məktəbimizdə uğurlar günü-gündən artmaqdadır. Və müəllimlərimizə öz təşəkkürümüzü bildirirəm ki, müəllimlərimiz sizlərə təkcə bilik yox, həm də vətənpərvər bir gənc kimi cəmiyyətimizə qədəm qoymağa öyrədir. Valideynlərimizə təşəkkür edirəm ki, sizin hər hansı bir çətin gündə arxanızda durub, uğurlarınızda həmişə sevinirlər. Və hər birinizə gələcək həyatda yeni uğurlar, yeni nailiyyətlər arzu edirəm. Sizə elə bir həyat arzu edirəm ki, bu ailəniz, məktəbiniz, Azərbaycanımız həmişə sizlərdən fəxr eləsin. Harada oluruqsa olaq, bizə fərqi yoxdur. Dövlətimizə, millətimizə, xalqımıza, vətənimizə layiqli övlad olasınız. Uğurlarınız bol olsun. Yaşasın Azərbaycanımız, yaşasın Azərbaycanın sizin kimi bilikli, savadlı, istedadlı gəncləri. Eşq olsun sizlərə, eşq olsun vətənimizə, eşq olsun dövlətimizə və bizə bütöv Azərbaycanı bəxş edən prezidentimizə. Bir daha təşəkkür edirəm, minnətdaram, hər birinizi təbrik edirəm. Və yəqin ki, əgər ilk olaraq biz qiymətləndirsək daha yaxşı olar. Məktəbimizin uğurla başa vuran bizim şagirdlərimiz var. Çünki il boyu bunların əziyyətləri böyükdür və Dövlət İmtahan Mərkəzindən yüksək nailiyyət göstərən şagirdlərimizi biz mükafatlandırmaq istəyirik və müəllimlərin və il boyu təlim-tərbiyə sahəsində özünü nizam-intizamla aparan bəzi şagirdlərimiz də bugün fəxri fərmanlarla və təşəkkürnamələrdən tərtib olunacaq. İndi isə sözü veririk Xəzər rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala müəllimə. Salam, hər vaxtınız xeyir olsun. Sizin hamınızı bugünkü gün münasibəti ilə Xəzər rayon İcra Hakimiyyəti aparatı adından, onun başçısı cənab Elşən Salahın adından salamlayıram. Bugün çox bir əlamətdar gündür. Bizim Azərbaycan Respublikasında minlərlə 11-ci sinif şagirdi məktəbdə öz son sinifini bitirir. Yəni məktəbdə ilk zəng var və son zəng var. Son zənginiz bugünkü 181 saylı məktəbin 11-cilərinin mübarək olsun. Hər kəsən özünün arzu etdiyi sənətə yiyələnmək üçün universitetlərə daxil olacaq inşallah. Müxtəlif peşələri seçəcəksiniz. Bu münasibətlə sizə uğurlar diləyirəm. Allah sizin yolunuzu açıq eləsin. Xoşbəxt olasınız. Gələcəkdə Azərbaycan Respublikasının üçün ən gərəkli, ən lazımlı insanlara çevriləsiniz. Və sizə baxıb həm bütün Azərbaycanımız, ələxüsus da valideynlərimiz sizinlə fəxr etsinlər. Məktəbinizin və müəllimləri sizinlə fəxr etsinlər sizə baxanda. Yəni heç zaman öz məktəbinizi unutmayın, öz sinif yoldaşlarınızı unutmayın. Allah hamımıza can sağlığı versin, yolunuz açıq olsun, təbrik edirik, var olasınız.
Və bugün bizim möhtəbər qonaqlarımız arasında qazilərimiz də əyləşib. Sizlərin də ürək sözlərinizi, təbriklərinizi eşitmək istədik. Buyurun. Salamlayıram bu günləri hər kəsi, başda müəllimlərimizi, məktəb rəhbəri icra hakimiyyəti orqanını və bütün gənclərimizi. Bildiyimiz kimi 6 il bundan öncə Vətən müharibəsinin başlanğıc günü idi. O günləri siz 6-cı sinifdə oxuyurdunuz və sizin yazdığınız məktublar bizi döyüş meydanında qürurlandırdı. İndidən sonraki fəaliyyətiniz 11 illiyi bitirdikdən sonra xalqımızı, dövlətimizi, millətimizi layiqincə dünyanın dörd bir yanında təmsil etməsini biz sizdən istəyirik. Uğurlar şagirdlər, o çox sağ olun müəllimlər. Və biz bugün burada sadəcə bir tədbir keçirtmirik. Güclü iradənin nəticəsində bugün qarşınızda böyük uğur qazanan şagirdlərimiz dayanır. Buraxılış imtahanlarında 200 və daha yüksək nəticə göstərən bu gənclər təkcə öz ailələrinin deyil, həm də 181 nömrəli məktəbin və müəllimlərin fəxridir. Sizləri təbrik edirik. Uğurlarınız bol və davamlı olsun inşallah. Məmmədli Fəxriyə Fəxri qızı, buyurun. Eminzadə Elmira Zaur qızı. İbrahimova Gülarə Mehman qızı. Dadaşlı Nəzrin Emin qızı. Qasımova Kamila Sərdar qızı. Əliyeva Məryəm Eltan qızı. Abbasova Leyla Ceyhun qızı. Nuriyev İsmail Cavidoğlu. Miriyeva Zivər İlqar qızı. Nəsirova Aysel Ramil qızı. Osmanov Osman Vüqaroğlu. Damətzadə Seyid Tahir Vüqaroğlu. Rəsulov Sənan Elvinoğlu. Əliyev Kərim Zaminov. Rəhimov Əhməd Rövşənoğlu. Əliyev Ülvi Cəlaloğlu. Əliyev Zeynalabdin Ziyafətoğlu. Məmmədov Raul Fəridoğlu. Məmmədov Raul Fəridoğlu. Almuradov Vüsal Vüqaroğlu. Həşimli Mədinə Elməddin qızı. Məktəbimizin təlim, tərbiyə və ictimai işlər üzrə seçilən şagirdlərimizi də biz burada təşəkkürnamələrlə tərtib etmək istəyirik və alqışlarınızla mən onları da səhnəyə dəvət edirəm. Əliyeva Nigar Elsevər qızı. Əliyeva İlahə İlqar qızı. Camalov Cəfər Anaroğlu. Rəhmanlı Firuzə
Ruhullah qızı. Ələsgərli Sübhan İlqar oğlu. Müstəcəbli Gülay Salih qızı. Zöhrabov Rəşad Ceyhun oğlu. Buraxılış imtahanında 200 balın üstü nəticə göstərən Nuriyev İsmail Cavid oğlu. Gəlibsə yaxınlaşsın. Nuriyev İsmail Cavid oğlu. İndi isə alqışlarınızla böyük hörmət və minnətdarlıq hissi ilə sinif rəhbərlərini dəvət edirəm. Cəfərova Afaq Nizami qızı, buyurun Afaq müəllimə. Ələkbərova Vüsalə Tofiq qızı, Vüsalə müəllimə buyurun. Əliyeva Arzu Ağaxan qızı. Gəndiyeva Könül Əşrəf qızı. Fərzəliyeva Mehriban Məzahir qızı. Buyurun Mehriban müəllimə. Təbrik edirəm sizi. İndi isə 11-ci sinif məzunlarımızın bizə son zəng tədbiri ilə bağlı rəqs nümunələri var və alqışlarınızla mən səhnəmizi canlandırmaq üçün, rəngi qatmaq üçün 11A sinifini meydana dəvət edirəm. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Dumanlı dağları başımda kurdum. Dumandan özüme bir heymer kurdum. Dumanlı dağları başımda kurdum. Dumandan özüme bir heymer kurdum. Geçti hayalımdan öz güzel yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Geçti hayalımdan öz güzel yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü.
Çıxış üçün sözü bilik dünyasına yenicə qədəm qoyan, ümid dolu addımlarla gələcəyə doğru irəliləyən birincilərimizə verək. Son zəng çalacaq arlıq üçün, yeni bir həyata başlamaq üçün, məzunlar doğublar ağlamaq üçün, 11 il bitəcək bircə zəng ilə. Öyrətdi nələri məktəb bizlərə, təşəkkür edirəm müəllimlərə, elmi bəxş etdi hər tələbəyə, mənə yadigardır günüm son zəng. İlk attım, ilk gəliş düşür yadıma, yazmışdım o vaxtı adım partama, indi isə yazıram məktəb adına, mənə yadigardır bu günüm son zəng. Отзвенел звонок последний, вы теперь выпускники. Поздравляю вас, ребята, всех от сердца и души. Пожелать хотим здоровья, исполнения мечты и, конечно же, счастья и удачи на пути. От первоклашек принимайте скорее эти поздравления. От счастья радостно сияйте, ведь ждут вас новые свершения. Пускай успех идет за вами, ведь чтоб каждый миг и каждый час все то, что было лишь мечтами, сбылось без проблем у вас. Alqışlarınızla. Unutmaram bu zəngi, əsla heç zaman. Ömrümdə əbədi, qəlbimdə qalan, Seymurun ömründə daim çalınan, mənə yadigardır bugünüm son zəng. Yolunuz açıq olsun, əziz birincilər. İndi isə 11B məzunlarını meydana dəvət edirik.
Təşəkkür edirik. Alqışlarınızla biz 11A sinifini növbəti rəqs nömrəsi ilə meydana dəvət edirik. Açılsa bəzər bağı, dodağı gül alçası, açılsa bəzər bağı. Güllərim yandara düz, eylə dərdinə çara düz, ay qaşı gözü qara düz, eylə dərdinə çara düz. Güllərim yandara düz, eylə dərdinə çara düz, ay qaşı gözü qara düz, eylə dərdinə çara düz.
başım kimi yayhanı Gəzdim elə obanı əldə sənə tayhanı Gəzdim elə obanı əldə sənə tayhanı Tellərimi yandara qız eylə dərdimə çara qız Ay qaşı gözü qara qız eylə dərdimə çara qız Tellərimi yandara qız eylə dərdimə çara qız Ay qaşı gözü qara qız eylə dərdimə çara qız Özel günümüz üçün növbəti rəqs ərmağanı 11 P sinifindən gələcək. P sinifini meydana dəvət edirəm. Buyurun.
təşəkkür edirik və gürültülü alqışlarınızla meydana 11C sinifini dəvət edirəm. Qələbənin sorağını gözləyirik. Gör haçandır. Qoy eşitsin bütün dünya. Qarabağ Azərbaycandır. Geçti hayalımdan öz güzel yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Geçti hayalımdan öz güzel yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, insan cümlə vətən yaxşıdır. Şair sürmə vətən nə də yaxşıdır. Adı gəncə könül dastana döndü, dastana döndü. Şair sürmə nə də vətən yaxşıdır. Adı gəncə könül dastana döndü, dastana döndü.
edirik və indi isə meydana enerjimizə enerji qatacaq, ortalığı canlandıracaq 11D məzunlarını dəvət edirəm.
alqışlarınızla 11D sinifini yola salırıq. Bugün burada əyləşən dəyərli qonaqlarımız arasında bir qonağımız da var ki, onu sizlərə təqdim etmək istəyirəm və vətənpərvər ruhlu bir musiqi nömrəsi ilə qonağımızdır. Musiqi sahəsində Azərbaycanı bir çox xarici ölkələrdə təmsil edən bəstəkar müğənnim Elçin Zəka. Buyurun Elçin müəllim. Çox sağ olun, minnətdaram, Allah razı olsun. Mən özümü tuturam bütün valideynlərə, bütün şagirdlərə, 11-cilərə. Allah sizləri qorusun, təbrik edirəm və əsl 2 kimi böyüməyi arzu edirəm sizə gələcəyimizdə. Nə arzular varsa Allah məqsədlərimizi çatdırsın sizi və bizim hərbiçilərimiz buradadır. Mən hamımızın adından üzümü tuturam həmən hərbiçi qardaşlarımıza. Allah sizləri qorusun. Allah sizləri var eləsin ki, bizim Azərbaycanın stimulunu qaytardınız. Bizim Azərbaycanın üzünü ağ elədiniz. Allah sizləri var eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizi qorusun. Bir alqışlar gəlsin Azərbaycana. Əlimiz qolumuz var olsun. Ekosunu da verin bunu. Əskerlərimiz rəhmət olmasa. Qaytardı torpağı yiğidlər, aldı dərəni dağı yiğidlər, dalğalandırır Qarabağdan, yüksəkli bayrağı yiğidlər, dalğalandırır Qarabağdan, yüksəkli bayrağı yiğidlər. Yumruq olub içerik sənə görə candan keçərik. Tək var olsun Azərbaycan. Həsrət bizə vermir aman, biz hazırıq olsun hər an, bu can vətən yolunda qurban. Yumruq olub içerik sənə görə candan keçərik. Tək var olsun Azərbaycan. Həsrət bizə vermir aman, biz hazırıq olsun hər an, bu can vətən yolunda qurban. Tək var olsun Azərbaycan. Alqışlar gəlsin. Bəsdi üzdü bu zillət bizi, 27 il əsrət bizi. Yetər bu haqsızlığa dözmək, təngə gətirdi dəhşət bizi. Yetər bu haqsızlığa dözmək, təngə gətirdi dəhşət bizi. Milletimin qüdrətini, ordumuzun qüvvətini subut edir Ali Başkomandan. Ucaltdı milletin səsin, kəsdi düşmənin nəfəsin, duyuldu artıq dökülən qan. Milletimin qüdrətini, ordumuzun qüvvətini subut edir Ali Başkomandan. Ucaltdı milletin səsin, kəsdi düşmənin nəfəsin, duyuldu artıq dökülən qan. Tək var olsun Azərbaycan. Tarixdə çox adlarımız var, qəhrəman əcdadlarımız var. Bugün də düşmən qabağında nər kimi övladlarımız var. Bugün də düşmən qabağında nər kimi övladlarımız var. Biz dəqiq plancısırıq, döyüşdə tarix yazırıq, heç vaxt olmarıq buna peşman. Vətənlərdə dərmandır, Qarabağ Azərbaycandır, qızıl hərflə yazıldı dastan.
Bizdə ilk pulancısırıq, döyüşdə tarix yazırıq. Heç vaxt olmarıq, o da peşman. Vətən dərdə dərmandır, Qarabağ Azərbaycandır. Qızıl əriflə yazıldı dastan. Tekrar olsun Azərbaycan. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir alkışlar gelsin Azerbaycan'a. Allah sizleri korusun. Vətən sağ olsun. Sizler sağ olun. Sağ olun. Şimdi gelsin alkışlar. Eliniz olun sağ olsun. Çok sağ olun. Bir de sağ olun. Siz de var olun. Bugün burada əyləşən müəllimlərin arasında bir müəllim var ki, bu il artıq bu məktəblə vidalaşır. Yaqubova Yasəmən müəllimə sizi dəvət etmək istəyirəm. Yasəmən müəllimə, siz bu məktəblə vidalaşsanız belə, sizin nəfəsiniz, sizin səsiniz hələ bu məktəbin divarlarında çox yaşayacaq və siz yetişdirdiyiniz şagirdlərin qəlbində bir ömür yaşayacaqsınız. Və mən Yasəmən müəllimə ilə birgə bu il 11-ci siniflərin sinif rəhbərlərini bura dəvət etmək istəyirəm. Hər birinizin xoş sözlərinizi eşitmək istərdim. Buyurun Yasəmən müəllimə, ilk olaraq söz sizə. Əziz, hörmətli, dəyərli 181 saylı məktəbin ailəsi, hörmətli valideynlər, əziz qonaqlar, mehriban qayğıkeş balalarım, bugün mənim üçün çox əziz, xoş gündür. Əzizlərim, asta çalın biraz son zəngi, nə yaman ağırdı onun ahəngi. Gizli bir üşütmə keçdi canımdan, bu həyəcan mənim üçün həm sevinci, həm də biraz kədərlidir. Sevinirəm ona görə ki, mənim bu günləri gözəl nəvəm, gözəl qiymətlərlə, xoş nailiyyətlərlə 11-ci sinifi başa vurur. Gün o gün olsun, ali məktəbdən sorağını alım, Qarabağda gözəl qabiliyyətlərini tərənnüm etdirsin. Kədərlənirəm ona görə ki, belə bir gözəl ailədən ayrılıram. Amma vətənə gedirəm. Vətən sağ olsun, siz sağ olun, çox sağ olun dəyər verdiyinizə görə. Əziz balalarım, yolunuz açıq olsun, sizə uğurlar arzulayıram. Minnətdaram, dəyər verirəm. Mən də öz növbəmdə əziz məzunları 11A-nın timsalında hər birini ürəkdən təbrik eləyirəm. Hər birinə işıqlı yollar, gözəl talihlər arzulayıram. İnşallah hamısı məktəbimizin adını hər yerdə, hər zaman uca tutarlar. Təbrik eləyirəm sizi. Hörmətli müəllimlərimiz və dəyərli direktorumuz, bugün biz burada sizinlə birlikdə həm kədərli, həm də sevinçli hisslər yaşayırıq. İllərdir bizə verdiyiniz bilik, göstərdiyiniz qayğı və səbriniz üçün sizə çox təşəkkür edirik. Siz bizə təkcə dərs keçmədiniz, eyni zamanda həyat yolumuzu işıqlandırdınız. Bizə doğru yolu seçməyi öyrətdiniz. Sizə çox təşəkkür edirik. Здравствуйте, дорогие учителя, родители и наши одноклассники. Сегодня звучит наш последний звонок, и мы хотим сказать большое спасибо нашим учителям за их терпение, за их мудрость и за то, чему они нас научили. Мы это никогда не забудем. Спасибо. Отдельная благодарность нашим родителям за их труд, силы и за то, что они всегда нас поддерживали. Они дали нам многое. Мы постараемся, чтобы смогли отдать им должное. Школа научила нас многому. Терпению, знаниям. И мы теперь готовы вступить во взрослую жизнь. Öncelikle hoş gelmişsiniz. Önce müdüriyetimiz ve müəllimlərimiz olmaqla hamınıza təşəkkür edirik. Öz sinifimə mən bütün 11'lərə uğurlar arzulayıram. Ne istəyi arzular var, hamısı yerinə yetsin. Təşəkkürümü bildirirəm. Дорогие выпускники 11 Д и все остальные,
Ребята, я вам желаю всего самого лучшего. Дай Бог, чтобы у вас все было хорошо. Светлой вам дороги, доброго пути. И вспоминайте школу всегда добрыми словами. Spasiba вам. Поздравляю еще раз всех. Təbrik edirəm bütün məzunları. Yolunuz açıq olsun. Uğurlarınız bol olsun. Təşəkkürlər hamınıza. Məzunlarımızı təbrik edirəm. Yolunuz açıq olsun, uğurlarınız bol olsun. Həmişə öz uğurlarınızla bizi sevindirəsiniz. 11C sinifimizin timsalında bütün 11'ler, bütün məzunları təbrik edirəm. Çok sağ olun. В день последнего звонка мы хотим сказать вам огромное спасибо. Уважаемое руководство школы, спасибо за ваш большой труд и организацию школьной жизни. Благодаря вашему профессионализму всегда в школе был порядок, дисциплина и безопасность. Дорогие учителя, каждый из вас вложил в нас много сил. Спасибо за ваш труд, бесконечное терпение и веру в наши силы. Əziz 11-cilərim, hər birinizin mənim qəlbimdə xüsusi yeriniz var. İstər A sinifi olsun, istər B sinifi olsun, istər P sinifi olsun, istərsə Rus bölməsi olsun. Hər birinizin mənim qəlbimdə öz yeriniz var. Hər birinizə həyat yolunuzda bol şanslar, uğurlar arzu edirəm. Hər zaman yolunuzda yaşıl ışıq yansın, inşallah. İnşallah ki, universitet məzunu olasınız. Bir daha təbrik edirəm hər birinizi, bol şanslar arzulayıram. Çox sağ olun, təşəkkür edirik hər birinizə. Əziz qonaqlar, hörmətli valideynlər, müəllimlər. İndi isə biz çox mənalı və simvolik bir anın şahidi olacaq. Bu məktəbdə belə bir ənənə var. Uğurları ilə fəxrimizə çevrilmiş, öz möhürünü vurmuş bir şagird məzun olanda uğur açarını bir sonraki nəslin nümayəndəsinə ötürür və bizim məktəbin 11-ci sinif şagirdi Almuradov Vüsal uğurla tamamladığı yolda qazandığı bilik və təcrübələri digər bir şagirdə 10C sinif şagirdi Təhməzov Emilə təhvil verəcək və bununla da onun olimpiyadalarda buraxılış imtahanında əldə etdiyi yüksək nəticə özündən sonra gələn nəsillərə simvolik olaraq ötürülmüş olacaq. Almuradov Vüsal uğur açarını Təhməzov Emilə təhvil verir və bununla da uğurlarını növbəti nəsillərə ötürmüş olur. Uğurlarınız bol, yolunuz açıq olsun əziz şagirdlər. Gürültülü alqışlar. Bugün biz sizlərlə bərabər bir dövrü bağlayırıq. Amma eyni zamanda yeni bir həyat yolunun qapısını açırıq. Gələcəyə uğurla açılan qapıları gəlin, son zəng sədaları altında qarşılayaq. Gürültülü alqışlar xahiş edirəm. Gürültülü alqışlar. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən çəkilirdi. Hələ ona bilmirdik ki, bunu bilməz, ilk həsrətinə anarım. Dünya hələ bizim üçün ağırdı, min arzulanışırdı, yanırdı.
şirin duygu kaygısız günlerim her anı bir ömre beraber seyirli günlerim en temiz arzu günlerim mektep illeri ömrümün en şirin duygu kaygısız günlerim her anı bir ömre beraber seyirli günlerim en temiz arzu günlerim. Hele onda bu dünyanın şerrinden yalanından haberimiz yok idi. Gəm güssemiz, kederimiz bir damcı hele onda sevincimiz çok idi. Yazılanı bir sevgiyle bozmadı bizim için ne asandı ne asan. Habersizlik ömrümüze biz her talih yazan bozulmayan yazıdan hele bizim için ağırdı bir arzuyla alışırdı yanırdı özümüzü biz hamdan ağır özümüzü ne bekler sanırdı mektep illeri ömrümün en şirin duygu kaygısız günleri her anı bir ömre beraber seyirli günlerim en temiz arzu günlerim mektep illeri ömrümün en şirin duygu kaygısız günlerim her anı bir ömre beraber seyirli günlerim en temiz arzu günlerim. Azərbaycan xalqı güclü xalqdır. Güc, birlik və həmrəylik bizim qanımızdadır. Sonda mən hər birinizi gücün, birliyin, həmrəyliyin rəmzi olan yallı rəqsi üçün meydana dəvət edirəm. Gəlin gücümüzü və həmrəyliyimizi bir daha göstərək. Hər birinizi yallı halqasına dəvət edirəm. Buyurun meydana.
Şöhretin var, şanın var, dastanlara sığmayan. Şöhretin var, şanın var, kahramanlar içinde neçə qəhrəmanın var. Qəhrəmanlar içində neçə qəhrəmanın var. Cavan Şiran Babəkəm, Rəbiyəm Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Cavan Şiran Babəkəm, Rəbiyəm Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Nizamilər evladı, Nəsimilər nəsliyəm. Yurdum odlar yurdudur, mən günəş nəfəsliyəm. Yurdum odlar yurdudur, mən günəş nəfəsliyəm. Təbiətim belədir, toy bayram həvəsliyəm. Təbiətim belədir, toy bayram həvəsliyəm. Ürəyi dost soraqlı, süfrəsi qonaqlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Ürəyimlə, canımla bu torpağa bağlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Hörmətli qonaqlar, bununla da bugünlük son zəng tədbiri sona çatdı. Hər birinizə uğurlar arzulayırıq. Yolunuz açıq, güllü, çiçəkli olsun.